Bu gördüğünüz en birinci salınan tutbağıdır. Kənd Təsərrüfatı Nazirliyi göstərişi ilə göndərilən kihləri burada kənd sakinləri ilə birlikdə idarə və müəssisə rəhbərləri və onların tabiçiliyində olan işçilər əkdilər. Bugünkü gündə Cocuq Mərcanlı'da barama saxlayan bir neçə şəxs buranın yarpağından istifadə eləyir. Çox gözəldir. Həqiqətən kəndimizdə inkişaf var. Amma lakin birinci salınan tutbağında yaşanan o xoşagəlməz hadisələr bizi həqiqətən çox məyus eləyir ki, bugünkü gündə məsələn onlar o ağac bu bağda qalsaydı, o məhv olunan bağ bu bağı vəziyyətdə qəşəng. Orada görsənir də ağaclardan geri qalanları var. Baxırsan hamısı böyük ağaclardır. Yəni mənim deməkdə məqsədim odur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 saylı regional idarəsindən bildirirlər ki, bu ərazilər şumlanmayıb, bu ərazidə tut olmayıb. Amma və lakin mən elə videonun o birinci çəkilişində də göstərdim ki, həqiqətən yerdə qalan ağaclar özləri Allah umuduna da olsa bir yerdən torpaq şirəsi çəkərək bitib o torpağın altından çıxırlar. Amma iki bağın arasında ümumiyyətlə ağac yoxdur. Onu çotanlayıblar, sonra dənləyiblər, yığıblar, nə ediblərsə ümumiyyətlə ağac yoxdur. Nəzərinizə çatdırım ki, bu bağın növbəti o köməkçi salınan ikinci bağ 428 dənə ağac olub orada. Onu Kənd Təsərrüfatı İdarəsinin aktı var. O akta Sovet sədri, Sovet sədrinin müavini, məktəbin direktoru, bu kənd sakinlərindən və eləcə də onu əkili vəziyyətdə təhvil verilən bağban var. O bağbana təhvil verilir. 428 ağac əkili halda bağbana təhvil verilir. Amma və lakin indiki halda mən bu bağı şikayət elədim. Fevral ayının 28-də, 18-də daha doğrusu 2026-cı ildə gəldilər, yoxladılar və yoxlanışdan sonra da məni bu bağı şikayət elədiyimə görə, bu haqsızlığa göz yummadığıma görə bu bağı şikayət elədiyim şəxs məni qaytardı Ekologiya İdarəsinə şikayət elədi ki, o da həyət yanı sahəsinin qarşısında səkidə saldığı 25 dənə qovaq ağacını kəsibdi dibindən. Mən orada da nəzərinizə çatdırmışam ki, o videoda müraciətimdə bildirmişəm ki, hörmətli Ekologiya və Təbii Sərvətlər Nazirliyi, hörmətli Azərişıq Enerjinin Açıq Dibli Səhmdar Cəmiyyətinin rəhbərləri ki, o ağaçlar elektrik xəttinin altında olan ağaçların budanması o elektrik şəbəkəsinə aid olan bir işdir. Amma lakin onlar budanmadığına görə, mənim də o aşıb orada ziyanlıq törətdiyinə görə, kənd sakinləri bir sutka yarım elektriksiz qaldığına görə, məcburiyyət daxilində kəsdiyim ağaca görə məni 5140 manat cərimələdilər. Və mən bu günləri o cərimənin də məqsədi mənim buradakı haqsızlığa göz yummamağım oldu. Və mən bu haqsızlığa həqiqətən göz yuma bilməzdim. Çünki mən 5 il 2 ay Cəbrayıl rayonu Mənzil Kommunal İstismar İdarəsində çalışmışam. Orada da mən çalışdığım vaxtda bu ağaçları əkmişik öz iş yoldaşlarımızla birlikdə. Rayon Sovet sədri də burada iştirak eləyib. Sovet sədri müavini də iştirak eləyib burada əkində. Yəni deməkdə məqsədim odur ki, bu ədalətsizlik həqiqətən məni çox narahat elədi, məni dərindən sarsdı. Çünki buna göz yummadığıma görə bugünkü gündə mən 5140 manat cərimələndim. İndi çox xahiş edirəm artıq dərəcədə buna bir obyektiv şəkildə bir nətər deyim, baxış keçirilsin. Bu cəzasız qalmasın bu iş, bu törədilən bu hadisə. Çünki bu hadisə həqiqətən çox dövlətimizə dəyən bir ziyan kimi mən bunu qiymətləndirirəm. Çünki Kənd Təsərrüfatı Nazirliyi bura ayrıqdır, vəsait, ağac, amma geri qalan vəziyyət budur. Təşəkkür edirəm.